bilinçik tortunun xəmirinin hazırlanmasıdır. Şimdi bu bizim yumurtadır tərkibində undur, süddür və rəngli boyadır. Rəngli boyadan istifadə olunur. Çünki qızılgül tortumuz olacaq. Qızılgül tortunun da rəngli boya olması vacibdir rənginə görə. İndi bunu pişirək, hazırlayaq. Sonra sizə qızılgülün yığılmasını göstərəcəyik. Bu adi bilinçikdir. Qıza bir tarika verin oradan. Bunu da başqa bir bilinçik tortdur və qırmızıdan da boğça olacaq. Onu da görəcəksiniz. Belə. Bu 9 yaxşıdır, ölçü bu. 8, 8-dən.